Azərbaycandan 88-də məlum hadisələrlə bərabər gəldik. Qohumlarımız Xocaldaydı. Dedilər Ağdam, Xocalını yola açacaq. 88-də hardan gəldi? Qərbi Azərbaycandan. Hansı mahalda? Dərəl Əzmalının Paşalı rayonunun Tev kəndindən. Tev kəndindən. Oradan məcburi köçkün kimi 6 qardaş, bir bacı gəldik, hamı köçdü Xocalıya. Xocalda da hamısı da məlum hadisələrlə hamısını qırdılar, batırdılar. Qardaşımın oğlunun qolunu sarsaqdı, kəsdilər, ailəsini öldürdülər, ayrı qardaşımı öldürdülər. Oğlan buradadır, onun anası neçə yerdə Büyük kardeşinin yoldaşını öldürdüler. Hamısı, nəfərimizi qırdılar. Bizim kendinin cemaatinden yaşlı kişi Atam 90 saxladı, yaşında əmin kişi qızını, rəhim. atam saxladı, əmin qızının bütün ailəsi baxdı. Bütün qohumlarımız, hesab eləsən bəlkə 100'ə yaxın qohumlarımız. Hamısını bilirsiniz ki, ölümlə. Solmaz hanımın yoldaşım, qaynım. Sevda bacının Ben de bu Xocalda dövüşmüşüm. iki kardeşin anası, Kızım atası. Ermeni vandalizm haşta danışma. Terrorizmi, cinayətkarlığı. Bugünkü günü bizə təsəllimiz var ki, gəldik bu qəbirləri görürük. Ziyaret edin. Hə. Bugünkü gün ən böyük təsəllimiz odur ki, Xocalının o qan yaddaşını sildilər. Ermənini kökün kəslər çıxartdılar. Gəldik bugünkü təsəllimiz bu qəbirləri görməkdir. Bu Ermeninin işi değil de Elə Rus'un işi. prezidentimizə Allah köməyə olsun. 266. alayla Rus. Gel ordumuzu. Ermeninin o yüreği olmaz Ermeni girişe Rus elədi, Rus kırdı. Çoxdur, Canlı çox. şahidi buradadır. Əmisi gözü qabağında öldürülür. Özü acınacaqlı vəziyyətdə, yəni acınacaqlı vəziyyətdə 7 yaşında eləmi? Hamısı yadında hadisələr. Danışa bilmirəm mən özüm. Təkrar yaşayıram. O istəri təkrar yaşayıram. 7 yaşında meşəliklə qaçıb başından çıngılları çıxardırmışlar. Qarağatı yemişlər ki, ac qalmayalar, ölməyələr. Amma Əmisi ermənilər gözünün qabağında öldürüblər. Görüb bu qaça bilmir, əmisi bu itəliyib yomalanıb gedib ki, erməni əlinə düşmür. Benim yanımda meşede var. amma ermənilər deyirlər ki, biz heç kimi qırmamışıq. Göyə heç nə olmayıb. Ehsan da bişirmişəm. Xocalın şəhidlərinə. Mütləq, Allah mütləq, ehsan mütləq. Ehsan da bişirib gətirmişəm. Yeyəcək ana, yeyəcək. Bizim ona çatıb. Yo, Allah qəbul eləsin. Allah ölənlərinə rəhmət eləsin. Allah bir daha yaşatmasın Azərbaycan xalqına. Bu gündən belə İnşallah yaşamayacaq. Allah prezidentimizə ömür versin. Allah prezidentimizin canına sağlıq versin. Qalan şəhidlərimizi də, qəbri olmayan şəhidlərimizi, Amin. hər biri hamısı tapılsın, qəbirləri olsun. Onların qəbirlərinin üstünə yerləri gedəndə biz Siz də də götürün. Allah qəbul eləsin ana. rahatsız tapılır ki, bu günlərimiz gəldi. Çox sağ ol. Mən şəhid milli qəhrəman Füzuli Rüstəmovun bacısıyam. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Ölənlərimizə, bütün şəhidlərimizə Allah rəhmət eləsin. Şəhidlərimizin hesabına bugün gəlmişik biz Xocalı torpağına. Şəhidlərimizi yad eləyirik. Allah biz onların analarının qarşısında baş əydik. Allah can sağlık versin prezidentimizə ki, Amin. bugünkü günü bizə yaşadı. Qolu da olsa, qılçası da olsa hamının Bəli. gözü yığışır. Adam ordusunun sesini eşitirdi o vakti bir şey. Bak Elif'i Hamid'den sonra Elif'i vurdular. Hamid de elinde sunka türe çıkın mağazı uzun fengi vardı. Öyle böyle işte açtı. Ben buradan orada mesafemi Allah sakladım da gülledeyim. Ne oldu? Avtomatı götürürdü, deyirdi ki, əgər Xocalıya hücum olsa bundan səni atacağım, çıx get. Məni fevralın 13-də zorla göndərdik. Hem yolda yeterliyetten Səni atacağım dedi, əgər Xocalıya hücum olsa. Mən qaynatam Dərəl Əzmahalından qaçqın düşdü Xocalıya. Mən özüm 81-ci ildə gəldim biz ailəmizlə. Sonra bu 88 yıllarım Güzel, çok baş kalmışlar. Ne değişiklikler var. Değişiklikler var. Da 30 ildən çox keçib. Bari bak, o Nora şəhid oldu. odur. 34 yaşında. Bozdağ'da o. Bozdağ ki oradan bir güllerliyor. Bura yeri Xocalı. Biz onda o. Ben size bir şey söyleyeyim. Oradan atırdılar. Hadisələr harda baş verdi? Əsas hadisələr. Orada, hə? Size diyeyim de. Bozdağ değil biz. Nora yok iki. Aha.
Əskərən altda Xankəndidəkidə. Həsənabadda orada. Kəklikdə oradan da onlar balaca aralıyor. Masilədə ki, Xocalı vadiyəsi dünya çapında görülmür. Uşaq başı belə gedir, kişinin qolu belə gedir, qadın belə gedir. Ölüləri də soyuldular. Gözləri çıxardılar. Şəhidlər var, yəni bu. Mən Ağdam məscidində düşürdüm, bir bacım uşaqlarını bırakmırdım ki, görərlər, həyəcanlanarlar. Bir bütün meyitlərə baxırdım. Meyitlərin 80-85%'inin üzünün dərisini, gözlərini töymüşlər, başlarının dərisini soymuşdular. Meyitlərin Benim xalam oğlu Məmmədov yaşanır. Nə tər eləmişdilərsə, sinəsindən o qədər avtomatın iştiknozu ilə vurmuşdular, eləmişdiler. Belə tökülür. Türk varı diye Əhməd ki. Meslek Türkleri ha? Meslek Türkleri. Zəngalı və Qaralaya əsasən məbləğdə o ki, rayon məbləğdə görkəm alır. Çox güman ki, qaytarılacaq. Çox güman. Yəni, biz istəyirik ki, sakitliklə gedək, hüquqlarımızı müdafiə etdirir. Demirlər, ermənilər Qarabağa qaçmaq istəyir. Biz də Qərb Azərbaycana qaçmaq istəyir. Qaralayazda, Gökçəyə, Zəngibasara, Verdibasara qaçmaq istəyir. Biz hüququmuzu tələb edirik. Dədə baba yurtumuza qayıdırıq. Bugün bura gelen bütün Qaralaziz basınları ve diğer diaspora izləri hamısı burada bir nəfər kimi ürəkdən ağrı keçir. Bir gözümüz ağrıysa, bir gözümüz gülür. Ona göre ki, toptanan qamışımız, qeyrətimiz, şərəfimiz gənclərimiz sayesinde, bak bu gənclərin sayesinde bərpa olur.